Salam, hər vaxtınız xeyir. Adi və onluq kəsrlərdən imtahana düşə biləcək 3 maraqlı suala nəzər yetirək. İlk nömrəli suala baxsaq, bizə cəm ifadəsi verib və bunun qiyməti 333-dür. Bizdən bu cəm ifadəsinin içinə daxil olan A rəqəmini soruşur. Maraqlı sualdır. Əvvəlcə qeyd etmək istərdim ki, buradan da göründüyü kimi bu ifadələrin hər birisinin məxrəcində dövrü onluq kəsir var. Hesablama bir qədər sadə olsun deyənə, gəlin bunları biz adi kəsirə çevirək. Çevirək. Birinci, 0 tam dövrdə A. Bu saf dövrü onluq kəsirlər sırasına aiddir. Bunu biz çeviririksə əgər, məlum məsələdir. Tam hissə 0 olduğundan yazılmır. Dövr daxilindəki ədədin sayı qədər 9 məxrəcdə yazılır. Dövr daxilindəki ədəd sürətdə yazılır. Digərlərinə baxaq. İkincisi 0 tam 0 dövrdə A-dır. Bu qarışıq dövrü onluq kəsirlər sırasına aiddir. Burada qayda belə idi ki, dövr daxilindəki ədədin sayı qədər 9, dövrlə tam arasındakı ədədin sayı qədər 0 yazılırdı. Yəni 90. Sonra biz adətən buna bir ədəd kimi baxırdıq, 0 A və bundan çıxırdıq ortada duranı, yəni 0-ı. Lakin burada bunu etmək mənasızdır. Nə mənada bunun mənası yoxdur? Çünki 0-ın burada əhəmiyyəti yoxdur. 0 A yazıb 0 çıxmaq heç bir şey qazandırmır bizə. 0 zaten orada itir, yenə qalan A qalır. A qalır orada. Bunu qeyd etdik. Digərinə baxaq. Digəri 0 tam 0 0 dövrdə A şəklindədir. Burada da eyni şey var. Qarışıq dövr onluq kəsirdir. Dövr daxilindəki ədədin sayı qədər 9, aradakı ədədlərin sayı qədər 0 yazılır. Aradakı ədədlərin özü yox, sayı qədər 0 yazılır. Və buna yenə bir ifadə kimi baxarıq, ortada duran 2 sıfırı çıxmalıyıq. Yenə yuxarıdakı kimidir. Bu mənasız olur artıq. Sadəcə A-nı yazmaq kifayətdir. Çünki zaten sıfırlar orada çıxılan zaman itir, A qalır. İndi bunu yazandan sonra bir qədər sadələşdirmə aparaq. İfadəmiz necə idi? İfadəmizi gəlin qeyd edək. İfadəmiz bu şəkildə idi. 1 bölünsün, məxrəcdə birincisində oldu A bölünsün 9, üzərinə gəlsin. Digərlərini hələ ki qeyd etmirəm. Baxın, 1 bölünsün A bölü 9 bilirsiniz nə deməkdir? 1 bölünsün onun tərs fırlanması deməkdir. Yəni 1 böl A bölü 9'un yerinə mən elə A'da 9 yazacağım. Yəni 9 bölü A yazacağım. Zaten o 1 bölünsün bunu çevirir. Yazıram 9 bölünsün A. Digərləri üçün də eyni şey keçərlidir. O zaman mən artıq birbaşa yazıram. Burada A, burada olur 90. Üzərinə gəlsin. Burada A, burada da olur 900. İndi bu cəmi bizə 333 vermişdilər. Baxaq, görək buradan biz A-nı tapa bilirik. Ortaq məxrəc elə A-nın özüdür. Cəmləsək eləyər 999. Bu da bərabərdir 333-ə. Məlum məsələdir, tənasüb vursaq 333A bərabərdir 999-a və buradan biz A-nı təyin eləmək istəsək A bərabərdir 3 olaraq tapılır. Bu da doğru cavab. Cavab oldu 3. Həqiqətən maraqlı sual idi. Keçid alaq digər suala. 2 nömrəli suala nəzər yetirsək, 2 nömrəli sualda bizə bir kəsr verib 3n kvadrat plus 5n çıxılsın 12. Bölünsün n şəklində. Deyir, n-in neçə tam qiymətində bu kəsri tam ədəd olar. Yəni tam qiymət alır. Bu kəsrin tam qiymət almasından söhbət gedir. Mən bunu bu cür işarə edirəm. Yəni tam ədədlər çoxluğuna daxil olmalıdır bu kəsrin qiyməti. Və təbii ki, n-in hansı tam qiymətlərində? N-in hansı tam qiymətlərində? Mötərizədə Z də yazırım. Yəni n-in hansı tam qiymətlərində bu cür ifadə etdim. Gözəl sualdır, necə həll edirik? Baxın, əziz şagirdlər, birinci, məlum məsələdir, çox insanın da zehninə gəlir ki, burada biz n-ə ədədlər verərik, görək hansı ədədlər bu ifadəni tam edir. Bəli, tamamilə doğrudur. Lakin bu ədədləri biz hansı prinsip üzərindən verərik? Ürəyimiz istəyən ədədi verə bilmərik axı. Və eyni zamanda da ədəd verə bilməyimiz üçün yuxarıda və aşağıda, yəni kəsrin sürət və məxrəcində eyni zamanda dəyişən olmaması daha məqsədə uyğundur. Gəlin onda bu ifadəni sadələşdirək ki, sürət və məxrəcdə eyni zamanda dəyişən olmasın. Necə sadələşdirək? Məsələn, belə bir şey eləmək olar. Ayrı-ayrı kəsr şəklində göstərirəm. Kəsri parçalayıram. 5n bölünsün. Burada da n olacaq.
çıxılsın 12 bölünsün n olacaq. Heç bir dəyişiklik etmədim. Yenidən n ortaq məxrəci olsa 3n kvadrat plus 5n çıx 12 olacaq. Heç bir prinsipial dəyişiklik olmadı. Sadəcə bir növ sadələşdirmə üsuludur. İndi fikir verirsinizsə burada n kvadrat n ilə ixtisar olunacaq. N buradakı n ilə ixtisar olunacaq. İfadəmiz sadələşəcək. Olacaq birinci ifadə 3n üzərinə gəlsin 5 çıxılsın 12 bölünsün n. Çox gözəl. Kəsri sadələşdirib gətirib bu hala saldıq. İndi bəs bundan sonra nə edirik? Bundan sonra nəzər yetirək. Biz nə etməli idik? N-ə qiymətlər verməli idik ki, kəsrin qiyməti tam olsun. Yəni bu kəsir elə əvvəlki kəsirdir. Bunun qiymətinin tam olmasından söhbət gedir. N-in də tam qiymətlərini verməliyik. Yaxşı. Bu hissəyə biz baxmırıq. Niyə? Çünki burada kəsir söhbəti yarana bilməz. Biz N-ə tam qiymət veririksə, bu hissə zaten tam olar. Mühüm olan bu 12 böl n hissəsidir. Burada kəsir yarana bilər. O zaman onun qarşısını almalıyıq. Qarşısını necə ala bilərik? Qarşısını almaq üçün deməliyik ki 12 böl n tam olmalıdır. Yəni 12 böl n tam olacaqsa n 12'nin bölənləri olmalıdır. 12'nin bölənləri 1'dir, 2'dir, 3'dür, 4'dür, 6'dır və 12'nin özüdür. 6 dənə qiymət. Təbii ki bu hələ n-in natural qiymətləridir. Demək 12'nin 6 dənə natural qiymətini qeyd etdik və bunları yerinə qoysaq cavab tam alınacaq. Kəsir olmayacaq. Çox gözəl. Biz n-in qiymətlərini artıq təyin etdik 6 dənə qiymətini. Lakin burada incə bir prosedur var ki, o nədir? N-in burada tam qiymətlərindən söhbət gedir. Naturaldan yox təkcə. Tam qiymətlərindən söhbət gedirsə, o zaman bunu da yazmaq lazımdır. Mötərizədə yazıram da belə deyək. Mənfiləri də bu sıraya daxil eləmək lazımdır. Mənfi 1, mənfi 2, mənfi 3, mənfi 4, mənfi 6 və mənfi 12. Çünki bunlar da tam ədəddir. Eyni zamanda da 12'nin tam bölənləridir. Burada natural adı çəkilməyib. Sadəcə tam böləndən söhbət gedir. İndi baxaq neçə dənə oldu? 6 dənə. Demək n-in 6 tam qiymətində bu kəsirin qiyməti tam ədəd olar. Bir şey qeyd edeyim ki, sual yarana bilər. Deyə bilərsiniz ki, müəllim, 0 da tam ədədlər sırasına daxildir. Niyə onu qeyd etmədik? Baxın, əziz şagird, əziz tələbə. Burada 0 olsa, məxrəc heç zaman 0 ola bilməz. Bu prinsip baxımından 0'ı qeyd etmədik. Bu da gözəl sual idi. Keçid alaq digər suala, 3 nömrəli suala. Bu da həqiqətən maraqlı sualdır. 3 nömrəli suala baxsaq, burada bizə ifadə verib 5'də 1 üzərinə gəlsin 7'də 1 üzərinə gəlsin 11'də 1 üstə gəlsin 13'də 1 bərabərdir A olarsa başqa bir ifadəni soruşur. Yəni başqa bir ifadə nəyə bərabərdir? Bu tip suallarda necə həll edirik? Əvvəlcə baxaq görək nəsə oxşarlıq varmı bunlar arasında? Mən diqqətlə nəzər yetirsəm görürəm ki, burada bir oxşarlıq var. Hətta ola bilər bu oxşarlıq üstü örtülü şəkildədir. Mən onu açıb ortaya çıxara bilərəm. Birinci, hər birisində 4 dənə ayrılıqda kəsir var. Hər birisində də cəm qeyd olunub. Hər birisinin məxrəcində eyni ədəd var. Bu artıq insanın zehninə fikir gətirir ki, mütləq burada nəsə ortaqlıq var. Sadəcə sürətlər fərqlidir. İndi mən elə eləyəcəyim ki, bu sürətlərdə də ortaq bir şey yaransın və mən buradan bir cavab tapa bilim. Birinci, bunlar arasında necə sürətlərdə ortaqlıq yarada bilərik? Mən 5'də 4'ü 1 çıxılsın 5'də 1 kimi göstərə bilərəm. Əlbəttə göstərə bilərəm. Heç bir fərqli dəyişiklik olmadı. İfadənin qiymətini dəyişdirmədik. Sadəcə fərqli bir şəkildə göstərdik. 7'də 6'nı 1 çıxılsın 7'də 1 kimi göstərə bilərəm. Əlbəttə. Üzərinə gəlsin digərləri də eyni minvalla davam edir. 1 çıxılsın 11'də 10'u 11'də 1 kimi göstərə bilirəm. Üzərinə gəlsin 1 çıxılsın 13'də 12'ni 1 çıx 13'də 1 kimi göstərdim. İndi baxın bundan sonra görürsünüz nə olur? 13'də 1, 11'də 1, 7'də 1, 5'də 1. Burada ortaq nəsə yaranmağa başlayır artıq. Bundan sonra bu ortaqları bir-birinin yanına yığmaq istəyirəm ki, nəsə edə bilim. Ondan əvvəl birlərin hamısını bir-birinin yanına yazıram. 4 dənə biri cəmləsəm 4 eləyəcək. Yerdə sadəcə qaldı çıx 5'də 1, çıx 7'də 1,
Çıx 11'də 1 və çıx 13'də 1 qaldı. Çox gözəl. İndi gəlin bunu həll etməyə çalışaq. Birinci, 4 çıxılsın. Məlum məsələdir ki, biz burada bir ədəd kimi cavab tapmarıq. Bunu A ilə ifadə etmiş olarıq. Bu ifadəni də yaratmaq üçün bir addım qalır. O bir addım nədən ibarətdir? Mən bura bir dənə mötərizə atıram. O mötərizəni attımsa içəridəki çıxmalar toplama olacaq. Yenə qeyd edirəm, heç bir prinsipial dəyişiklik olmur. Yenidən bu mənfi içəri vurulsa eyni şey olacaq. Bunu etməkdə məqsədim ortaq bir şeyi göstərməkdir. Fikir versinizsə artıq bu şərtdə bizə verilmişdi. A olaraq verilmişdi. A olaraq verilmişdirsə o zaman yerinə yazıram. Demək bu ifadəni 4 çıxılsın A şəklində tapmış oldum. Doğru cavab oldu 4 çıxılsın A. Yəni ifadə etdim. Bu qədər sadə. Beləliklə videomuzun sonuna gəldik. Sizlərə dəstək olmağa çalışdıq. Sizlərə uğurlar arzu edirik.